أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على البشير النذير والسراج المنير الطهر الطاهر أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين فلعنة الله على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الحكيم في كتابه محكم الكريم: بسم الله الرحمن الرحيم إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. صدق الله العلي العظيم. وقال رسول الله صلى الله عليه وآله وسلم: إني تارك فيكم الثقلين ما إن تمسكتم بهما لن تضلوا بعدي كتاب الله وعترتي أهل بيتي فإنهما لن يفترقا حتى يرد علي الحوض. صدق رسوله مختار النبي الكريم. Vesselamu aleykum və rəhmətullahi və bərəkətuh. Əziz və hörmətli möminlər, həm cümə gününüzü təbrik edir, amma bununla yanaşı bildiyiniz kimi Əhl-i Beyt məktəbində məsumə ləqəbi ilə tanınan İmam Rıza əleyhissalamın bacısı, İmam Musa-i Kazım əleyhissalamın qızı Həzrəti Fatimənin şəhadət günlərini yaşamaqdayıq. Bu şəhadət münasibəti ilə sonuncu hüccət başda olmaqla sizin hər birinizə təsliyyət ərz edir. Uca Allahı an veririk, Əhl-i Beytə xatir bizi Əhl-i Beytin məhəbbətindən, axirətdə isə şəfaətindən binəsib etməsin. Aleykumussalam. Bildiyiniz kimi Əhl-i Beyt məktəbində bir neçə xanım var. Onlardan biri də xanım Məsumədir. Hətta bəzi mənbələrdə Ərkan-ı Ərbəədəndir. Yəni 4 sütun qadındandır. Həzrəti Xədicə, Həzrəti Fatimə-i Zəhra, Həzrəti Zeynəb və xanım Məsumə salamullahi aleyhinnə. Ona görə ki, xanım Məsumə həmi imamlarımızın mübarək kəlamlarında çox yüksək fəzilət sahibi kimi göstərilmiş və hətta diqqət etdinizsə, bayaq 2 namaz arasında İmam Rıza əleyhissalamın o xanımı Məsumə adlandırması və onu ziyarət edənlərə cənnətin vacib edilməsi haqqında da bir hədis dedik. Hansı ki, bu hədis o xanımın kimliyini ortalığa qoymaqdadır. Xanım təkcə Əhl-i Beytə mənsub olması ilə deyil, həm də o Əhl-i Beyt məktəbində xüsusi ilə də hədis elmində müstəsna bir yerə sahib olan Əhl-i Beyt xanımlarındandır. Xanım hədisdə bir neçə mühüm hədisin nəql edilməsində ciddi rol oynayıb. Çünki siz dövrün xarakteristikasına baxsanız, bilərsiniz ki, miladi tarixlə 9-cu əsrin əvvəlləri Abbasilər xilafətində Əhl-i Beytə qarşı münasibət necə idi? Belə bir halda Əhl-i Beytin fəzilət və üstünlüklərini bir sözlə dinin əsl təbliğini aparmaq müşkül bir məsələyə çevrilmişdi. Hətta Məsumə, yəni Fatimə, əsl adı Fatimədir, dedik ki,
məsumə ləqəbini ona İmam Rıza verib. Bəzən məsum imamı əvəz edibdir. Bu sıradan bir məsələ deyil. Hədis mənbələrində o xanıma aid olan bir çox hədislərimiz var. Mən təbərrük üçün onlardan qeyd edim, sonra keçək əsas mövzumuza. Xanım buyurur ki, hər kəs ali Peyğəmbərin məhəbbəti ilə ölərsə, şəhid kimi ölmüşdür. Həmən o, xanım məsumədən nəql edilmiş bir hədisdir. O ki, qaldı bugünkü xutbəmizin mövzusuna, həm xanımın şəhadəti münasibəti ilə əlaqədar olaraq, həm də axşam o xanımın şərəfinə təşkil ediləcək mərasim ona uyğun olaraq, bugün Əhl-i Beytin fəzilətləri haqqında sizinlə söhbət edəcəyik. İndicə diqqətinizə ərz etdiyim hədis Əhzab surəsinin 33-cü ayəsi idi. Uca Rəbbimiz həmin ayədə Allah istəmişdir ki, siz Əhl-i Beytdən hər növ çirkinliyi uzaq etsin və sizi tərtəmiz qərar versin. Ardınca Peyğəmbərimizdən bir hədis nəql etdik. Bütün müsəlman İslam mənbələrində Səqələyn hədisi kimi tanınan bu hədisdə isə Həzrət Peyğəmbərimiz buyurdu ki, mən sizin aranızda 2 ağır əmanət qoyub gedirəm. Onlardan yapışsanız, heç vaxt zəlalətə düşməyəcəksiniz. Birincisi Allahın kitabı, ikincisi isə mənim itrətim, Əhl-i Beytimdir. Onlar Kövsər hovuzunun kənarında mənə qovuşanadək heç vaxt bir-birlərindən ayrılmazlar. Yəni, Əhl-i Beytlə Qur'an iç-içədir, heç vaxt bir-birlərindən ayrılmayacaqdır. Burada çox incə mətləblər var, həm ayədə, həm də hədisdə. Xütbəni məhz həmin ayə və həmin qeyd etdiyim bu hədis üzərində quracağıq. Gəlin görək buradakı incəliklər nədən ibarətdir. Birinci mühüm məsələ ismət məsələsidir. Nədir ismət? Əlbəttə ki, ismət sözü bizim kəlam, hədis şərhi kitablarında təfərrüatlı şəkildə qeyd edilmiş, onların növləri göstərilmişdir. Lakin vaxtın məhdudiyyətini nəzərə alaraq, burada qısa şəkildə bunu ifadə edək ki, alimlərimizin ismət sözünə verdikləri tərif bundan ibarətdir. Əl-ismətu hiyyə ilmul yəqin. İsmət elmul yəqindir. Yəni, işin əsl həqiqətini bilmək, işin əsl həqiqətinə bələd olmaq, bütün əşyaları zahiri sifətində deyil, həm də batini sifətində görmək, əsl sifətində görmək. Bir nəfər gəldi İmam Cəfəri Sadiq əleyhissalamın yanına, dedi, ey Allah Rəsulunun oğlu, nə üçün haram tikəni yemirsən? İmam əleyhissalam belə cavab verdi. Dedi, sən alovu ağzına qoyarsanmı? Dedi, xeyr. Niyə? Çünki mənim ağzımı, dilimi yandırar. İmam əleyhissalam buyurdu ki, biz hər bir əşyanı öz əsli sifətində görürük. Haram loxma oddur, cəhənnəm odudur. Onu əsl sifətində gördüyümüz üçün biz Əhl-i Beyt heç vaxtı haram tikəni ağzımıza qoymarıq. Bu da onu göstərir ki, məsumiyyət məqamına sahib olmuş insanlar, yəni Peyğəmbərlər, Əhl-i Beyt imamları, o cümlədən bəzi kəslər, məsələn, Həzrəti Məryəm əleyhissalam kimi şəxslər
ilmül yəqin Allah tərəfindən verilmiş bir elmə, bir fəzilətə sahib olublar. Bəs ayədə işlənilən ricis, murdarlıq, kirlilik sözünün mənası nədir? Alimlər ricis sözünü iki qismə bölüblər. Biri maddi kirlilik, digəri isə mənəvi kirlilik, yəni günah. Hətta düşüncədə olan, qəlbdən keçirilən belə günaha ricis deyərlər. Deməli, ayə onu göstərir ki, əhl-i beyt nəinki zahirən günah edərlər, hətta günah etmək belə onların düşüncəsindən, onların qəlbindən belə keçməz. Bir nəfər gəldi İmam Əli əleyhissalamın yanına, dedi, ey müttəqilərin imamı, heç sənin qəlbindən keçir ki, bir günah eləyəsən? İmam əleyhissalam belə cavab verdi. Dedi, heç sənin qəlbindən keçir ki, murdar, iyrənc bir şeyi yeyəsən? Dedi, əsla. Dedi, günah bizim nəzərimizdə həmən o murdarlığa bənzəyir, həmin o nəcisə bənzəyir. Deməli, əhl-i beyt nəinki zahiri günahlardan, hətta batini günahlardan, düşüncələrində belə günah keçirməkdən, günah iş görməkdən çox-çox uzaqdırlar. Bəs ayədə işlənilən iradə sözünün mənası nədir? Yenə də deyirəm, bu anlayış geniş şəkildə, təfərrüatlı şəkildə bizim kəlam və hədis şərhi ədəbiyyatında keçir. Lakin qısa olaraq bunu deyək ki, ilahi iradənin özü də iki növə bölünür. Birincisi, əl-iradətut təşriiyyə deyərlər. Yəni, şəri iradə, sadə misalla desək, məsələn, müəllim istəyir ki, hər bir şagird əlaçı olsun, amma şagird oxumur. Bu iradəyə, müəllimin bu iradəsi təşrii iradə adlanır. Bir də var əl-iradətut təkviniyyə, yəni təkvini iradə. Məsələn, kainatın xəlq edilməsi, məsələn, günəşin məşriqdə çıxıb məğribdə batması və yaxud qızdırıcılıq, istilik xüsusiyyətinə, nuraniyyət, işıq vermə xislətinə sahib olması təkvinidir. Allah belə istəyib, günəşin bu iradədən kənar bir istəyi ola bilməz. Əhl-i beyt qeyd etdiyimiz bu və buna bənzər digər ayələrdə həmi ismət məqamına sahib olan bir varlıq kimi göstərilib və həm də sevilməsi, ehtiram göstərilməsi vacib olan, zəruri olan varlıqlardır. Məsələn, Peyğəmbər əleyhissalamın bir çox hədislərində, elə o cümlədən bayaqları xanım Məsumədən nəql etdiyimiz hədisdə gördünüz ki, əhl-i beytə məhəbbət göstərmək, onların ehtiramını saxlamaq, hər növ çirkinliyi onlardan uzaq bilmək biz müsəlmanlara fərz edilmiş ilahi əmrlərdən biridir. Qeyd etdiyimiz bu ayədə əhl-i beyt dedikdə kimlər nəzərdə tutulur məsələsi də gündəmə gəlməkdədir. Xatırladım ki, əhl-i beyt dedikdə Səhih-i Müslüm, Biharul Ənvar kimi əsərlərdə belə nəql olunur. Hədisi nəql eləyən Ümmü Sələmədir. Deyir, bu ayə mənim evimdə nazil oldu. Peyğəmbər əleyhissalam Əlini, Fatiməni, Həsən və Hüseyni əbanın altına aldı və buyurdu, İlahi, bunlar mənim əhl-i beytimdir. Onlardan hər növ çirkinliyi uzaq et. Mən yaxınlaşdım ki, ey Allahın Rəsulu, mən də sizdənəm. Dedi, sən yerində qal, sən xeyir üzərindəsən. Artıq bu hədis əhl-i beyt dedikdə
kimlərin nəzərdə tutulduğunu bariz şəkildə ortalığa qoymaqdadır. Burada bir sual çıxır ortalığa. Səqələyn hədisi. Madam ki, Səqələyn hədisi mütəvatir hədislər qrupundandır. Yəni, bu hədisi 110-dan artıq səhabə nəql edib, bütün müsəlman məktəblərində, mənbələrində səhih bir hədis kimi təhlil edilir. Necə ola bilər ki, Peyğəmbər əleyhissalam əhl-i beyti Qur'ana bərabər tutur? Dərindən diqqət etsək, sıradan bir məsələ deyil. Çünki Qur'an-ı Kərimdə 50-dən artıq sifəti var. Belə çıxır ki, Qur'an hansı sifətlərə, hansı əlamətlərə sahibdirsə, Peyğəmbərin əhl-i beyti də o sifətlərə, o əlamətlərə sahibdir. Əgər əhl-i beytdə zərrə qədər işğal olsaydı, heç vaxtı Qur'ana bərabər tutula bilməzdi. Gəlin, bir neçə ayə ilə mən 10 sifət qeyd eləmişəm bu qeyd vərəqimdə. Əhl-i beytin Qur'anla bərabər tutulmasının səbəbləri, Qur'an hansı sifətlərə, hansı keyfiyyətlərə mənsubdursa, deməli, əhl-i beyt də həmin sifətlərə mənsubdur. Çünki mümkünsüz olardı Peyğəmbər əhl-i beytini Qur'ana bərabər tutsun. Əgər əhl-i beytdə hər hansı bir nöqsan olardısa. Birincisi, Qur'anın əl-hidayə sifəti vardır. Qur'an özünü hidayət. Ayə buyurur ki, Zəlikəl kitəbu la raybə fihi hudən lil-muttəqin. O bir kitabdır ki, orada heç bir şək şübhə yoxdur, müttəqiləri hidayət edəndir. Deməli, Səqələyn hədisinə görə həm də Qur'anla bərabər əhl-i beyt hidayət edəndir. Əgər belə olmasaydı, Peyğəmbər 2 ağır əmanət qoyuram aranızda, Allahın kitabı və itrətim əhl-i beytim deyə buyurmazdır. Başqa bir ayədə biz görürük ki, əhl-i beyt Qur'an kimi insanları zülmətdən nura çıxardır. Qur'an özünü belə adlandırıb. Diqqət edin, Əlif, Ləm, Ra. Kitabun ənzəlnəhu iləykə lituxricən nəsə minəz-zuluməti ilən-nur biizni rabbihim ilə sıratil əzizil hamid. İbrahim surəsi 1-ci ayədə uca Rəbbimiz buyurur ki, insanları zülmətdən nura çıxardasan deyə sənə kitabı nazil edən odur. Allahın izni ilə Peyğəmbərimiz insanları Qur'an vasitəsi ilə zülmətdən nura çıxardır. Deməli, əhl-i beytin sifətlərindən biri zülmət içərisində olanları oradan çıxarıb nura qərq etməsidir. Üçüncü sifət, lə yətihil batil. Ayə, heç bir batilin, boşboğaz söhbətin Qur'ana aid olmadığını bildirir. Ayə, Füssülət surəsinin 42-ci ayəsidir. Buyurur ki, Lə yətihil batilu min beyni yədeyhi və la min xəlfihi tənzilun min həkimin hamid. Heç bir batil nə öndən, nə arxadan Qur'ana daxil edilə bilməz, təsir edə bilməz. Qur'an hikmətli və şükür sənaya layiq olan uca Allah tərəfindən nazil edilmişdir. Deməli, əhl-i beyt Qur'an kimi elə bir əzəmətli varlıqlardır ki, onlara heç bir şey təsir göstərə, heç bir batil fikir, batil əqidə, şeytan onlara təsir edə bilməz. Əgər şeytan və şeytan sifətlər
Qur'ana müdaxilə edə bilsəydilər, o zaman Əhl-i Beytə də müdaxilə edə bilərdilər. Çünki Peyğəmbər Əhl-i Beyti Qur'an kimi heç bir batilin onlara yol tapa bilməyəcəyini açıq-aşkar buyurmuşdur. Dördüncü sifət ət-taharə, yəni paklıq sifətidir. Qur'an-ı Kərim buyurur ki, Vaqiə surəsinin 79-cu ayəsində Lə yəməssuhu illəl mutahharun. Qur'ana pak olanlardan başqa heç kəs toxuna bilməz. Deməli, Qur'an necə müqəddəsdirsə, Qur'anın xəttinə məsələn dəstəmazsız toxunmaq, natəmiz halda toxunmaq necə haramdırsa, eyni ilə də Əhl-i Beytə onların adına natəmiz halda toxunmaq qadağan edilmiş olur. Qur'an mütəhhər sifətinə sahibdir. Səqələyn hədisinə görə də Peyğəmbərimizin Əhl-i Beyti bu sifətə sahib olur. Beşinci mühüm bir məsələ. Qur'anın müxalifləri, Qur'anın düşmənləri cəhənnəmlikdir. Ayə nə buyurur? Füssülət surəsinin 28-ci ayəsidir. Zəlikə cəzau ə'daillahin nar. Allahın düşmənləri üçün cəhənnəm əzabı vardır. Ləhum fiyhə darul xuldi. Onlar orada əbədi qalacaqlar. Cəzaun bimə kanu bi ayatina yədhədun. Ayələrimizə qarşı gəldikləri üçün, ayələrimizə qarşı çıxdıqları üçün onların mükafatı yalnız cəhənnəm olacaqdır deyə uca Rəbbimiz buyurur. Deməli, Əhl-i Beyt Qur'anın sifətinə sahib olduğu üçün Əhl-i Beytə qarşı çıxmaq, onları incitmək, onları təhqir etmək, eyni ilə Qur'ana qarşı çıxmaq, Qur'anla düşmənçilik etmək qədər böyük, kəbirə günahlardandır və Əhl-i Beyt düşmənləri də Qur'an düşmənləri kimi əbədi cəhənnəm oduna layiqdirlər. Altıncı sifət Qur'anı inkar edənlərin aqibətinin çox acınacaqlı olmasıdır. Deməli, Əhl-i Beyti inkar eləmək elə Qur'anı inkar eləməkdir. Ayə buyurur ki, Vaylun lil mukazzibin. Vay olsun Qur'anı yalan sayanların halına. Peyğəmbər də Əhl-i Beyti Qur'ana bərabər tutduğu üçün dedik ki, Qur'anın bütün sifətlərini də Əhl-i Beyt özündə daşıyır. Deməli, Əhl-i Beytin inkarı elə Qur'an-ı Kərimin inkarına bərabərdir. Mürsələt surəsinin 15-ci ayəsi idi. 7-ci sifət, bu da çox önəmli bir məsələdir. Qur'anın himayədarı uca Allahın özüdür. Allah bunu Qur'anda bir neçə yerdə vədə verib, o yerlərdən biri budur ki, İnna nahnu nəzzəlnə zikrə və inna ləhu ləhafizun. Hicr 9-cu ayə. Qur'anı biz nazil etmişik və şübhəsiz ki, onu biz qoruyacağıq, biz himayə edəcəyik. Deməli, Əhl-i Beytin himayədarı birbaşa uca Rəbbimizin özüdür. 8-ci sifət, Qur'an özünü hikmətlə dolu olan bir kitab adlandırır. Yasin surəsində rastlaşmışsınız, 2-ci ayədir. Vəl-Qur'anil Hakim. And olsun hikmətlə dolu olan Qur'ana. Deməli, Qur'an hikmətlidirsə, Əhl-i Beyt də hikmətlə doludur. Hikmətdə heç kəs Əhl-i Beytdən önə keçə bilməz, necə ki, Qur'andan önə keçmək mümkünsüzdür. 9-cu mühüm bir məsələ Qur'an-ı Kərimin şənidir. Vəl-Qur'anil Məcid, Qaf surəsinin 1-ci ayəsində uca Rəbbimiz buyurur ki, and olsun şanlı, şərəfli Qur'ana. Qaf vəl-Qur'anil Məcid.
Məcid çox şanlı, çox şərəfli, Allahın dərgahında sonsuz şərafətə sahib olan mənasını ifadə edir. Deməli, Əhl-i Beyt də uca Allahın yanında məcid sifətinə, yəni şanlı, şərəfli sifətinə malikdir. 10-uncusu çox mühüm bir nöqtədir. Uca Allah Qur'anı açıqlayıcı adlandırır. Qur'an Allahın iradəsini, bəndədən olan istəklərini açıqlayan bir kitabdır. Ayə buyurur ki: "Və nəzzəlnə aleykəl kitəbə tibyanan likulli şeyin və hudan və rəhmətən və buşra lil muslimin." Ən-Nəhl surəsi 89-cu ayədə buyurur ki, Qur'anı sənə nazil etdik, hər bir şeyi açıqlayasan deyə. O, hidayətdir, rəhmətdir və müsəlmanlara müjdə verəndir. Bu ayədə nə sifətləri gördünüzsə, deməli o sifətlərin hamısı Əhl-i Beytə aid olan, şamil olan sifətlərdir. Əgər Əhl-i Beytin əxlaqında, elmində, mənəviyyatında nəuzubillah bir işqal olsaydı, Peyğəmbər salavatullah heç vaxtı Əhl-i Beyti Qur'ana bərabər tutmazdı. Qur'anın bütün sifətləri eyni ilə Əhl-i Beytin şənində, Əhl-i Beytin əxlaqında, mənəviyyatında gizlənmiş sifətlərdir. Digər bir hədisə də diqqət etsək, mətləbin nədən ibarət olduğu düşünürəm ki, daha da aydın olacaqdır. Hədis bütün müsəlman mənbələrində səfinə hədisi kimi, gəmi hədisi kimi qeyd edilib. Gəmi mənası məlumdur. Gəmi olmadan dənizdə insanın batmağı şübhəsizdir. Özü də Nuhun gəmisinə bənzədilib. Ayrı, başqa gəmilərə deyil. Nuhun gəmisinin də haqqında sizin kifayət qədər məlumatınız var. Peyğəmbər salavatullah buyurur ki, "Məsəlu əhli beyti fikum kəməsəli səfinəti Nuh." Mənim əhli beytim sizin aranızda Nuhun gəmisi kimidir. Mən rəkibəhə nəca. Kim o gəmiyə mindisə, nicat tapdı. Yəni, kim Əhl-i Beytin yolunu tutdusa, onlara ikram göstərdisə, onlarla birlikdə oldusa, nicat tapıb. Və mən təxəlləfə ənhə qariqə. Kim o gəmidən uzaqlaşdısa, qərq oldu. Elə Nuhun oğlu kimi. Peyğəmbər də burada bildirmək istəyir ki, Əhl-i Beytdən uzaqlaşan mütləq şəkildə qərq olacaq, məhv olub aradan gedəcəkdir. Hədis uzundur, lazım olan mətləbi qeyd etdim. İndi sual çıxır ortalığa, nə üçün Peyğəmbər belə bir təşbihdən istifadə edib? Əhl-i Beytin niyə məhz Nuhun gəmisinə təşbih vurub? Biz bilirik ki, Qur'an-ı Kərimin Hud surəsinin müxtəlif ayələrində vaxtı olanlar 37-ci ayədən sonra oxuyarlar və məlum olacaq ki, nəyə görə Peyğəmbər əleyhissalam Əhl-i Beytin Nuhun gəmisinə təşbih vurubdur. Qeyd etdiyimiz kimi o gəmi xilas gəmisi idi, gəmidən uzaqlaşanları da Allah kafir adlandırır, qərq olmuşlardan hesab edir. Və bütün bunların misalında biz görürük ki, Əhl-i Beytin vilayətinin məqbulluğu sözün əsl mənasında ayə və hədislər yolu ilə tamamı ilə təsbit edilmiş olur. Uca Allah Əhl-i Beytin şəninin bu dərəcədə ali olduğunu bəyan edir. Onun rəsulu, o rəsul ki, Allah onun haqqında buyurur ki, وَمَا يَنْتِقُ عَنِ الْهَوَى اِنْ هُوَ وَحْيٌ إِلَّا يُوحَى. Peyğəmbər heç nəyi öz başına danışmır. Deməli, Peyğəmbər deyirsə ki, aranızda iki ağır əmanət qoyuram, elə bu bir məna Allahın sözüdür. Peyğəmbər
Əhl-i Beyti Qur'anın sifətləri ilə adlandırıbsa, elə bu uca Allahın sözüdür. Uca Allah Maidə surəsinin 3-cü ayəsində Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti. Bugün sizin üçün dininizi tamamladım və sizə olan nemətimi tamama yetirdim. Və rəzeytu ləkumul İslamə dinə və İslam dinini sizə seçməklə sizdən razı qaldım. Bu ayənin təfsirini oxuyan hər bir kəsə yaxşı məlumdur ki, bu ayə Əhl-i Beytin xüsusi ilə də İmam Əli əleyhissalamın imamət və xilafət məqamına mənsub olması ilə əlaqədar nazil olmuş ayədir. Allah bu ayə vasitəsi ilə İslam dininin təkmilləşməsini və müsəlmanlara olan nemətinin tamamlanmasını buyurmaqdadır. Belə rəvayət olunur. Bu ayə nazil olduqdan sonra Peyğəmbər salavatullah belə buyurdu. Həl tədri mə təmamun nə'mə? Ənəs ibn Malikə sahabələrdən biridir. Dedi, bilirsənmi, nemətin tamamlanması nə anlamdadır? Qalə Ənəs ibn Malik. Ənəs deyir, Allahu və Rəsuluhu a'ləm. Allah və onun Rəsulu daha yaxşı bilər. Qal, Peyğəmbər salavatullah buyurdu, فَإِنَّ تَمَامَ النِّعْمَةِ فَوْزٌ مِنَ النَّارِ وَدُخُولُ الْجَنَّةِ. Nemətin tamamlanması odur ki, cəhənnəmdən xilas olub cənnətə daxil olasan. وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فِي وِلَايَةِ عَلِيٍّ وَالْأَئِمَّةِ مِنْ بَعْدِهِ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا. Hər kəs Allaha, onun rəsuluna itaət etsə, Əli ibn Əbi Talibin və ondan sonra gələnlərin imamətinə itaət göstərsə, o böyük bir qurtuluşa sahib olmuşdur. Deməli, əziz möminlər, bu hədis bir daha onu göstərir ki, həqiqətən də Əhl-i Beytin uca Rəbbimizin yanında çox böyük məqamı vardır. Və o cümlədən Əhl-i Beytə aid olan bir çox rəvayətlərdə biz görürük ki, sözün əsl mənasında Əhl-i Beytlə düşmənçilik elə Allah və onun Rəsulu ilə düşmənçiliyə bərabər tutulmuşdur. Peyğəmbər salavatullah mübarək kəlamlarının birində xatırladım ki, bu hədisi xanım Fatimə məsumə nəql eləyir. İmam Rıza əleyhissalamın bacısı, məqbərəsi qumda olan şəxs. Adı Fatimədir. O, Fatimə nəql eləyir. İmam Musa-i Kazımın qızı Fatimədən, o nəql eləyir İmam Sadiqin qızı Fatimədən, o nəql eləyir İmam Məhəmməd Baqirin qızı Fatimədən, o nəql eləyir İmam Səccadın qızı Fatimədən, o da nəql eləyir İmam Əlinin qızı Ümmü Gülsümdən, o da nəql eləyir anası xanım Fatimə-i Zəhra salamullahi əleyhadan bu hədisi. Xanım Zəhra salamullahi əleyha bu hədisin ravilərindəndir, məsdər odur. Mən kuntu məvlahu fəhəzə aliyyum məvlahu. Kimin rəhbəri mənəmsə, onun rəhbəri Əlidir. Allahumma vali mən valah. İlahi, onunla dost olanı, onu özünə vali, rəhbər biləni, sən də ona rəhbər ol. Və adi mən adah, düşmən olana düşmən, və ənsur mən nəsərəh, ona kömək edənə kömək ol, və xzul mən xəzələh, onu xəcil edəni sən də xəcil et. Biz bu hədisi Qur'anın bir çox ayələri ilə müzakirə etdikdə, müqayisəli təhlil etdikdə görürük ki, Əhl-i Beytlə düşmənçilik qeyd etdiyim kimi
eyni ilə də Peyğəmbər və uca Rəbbimizlə düşmənçiliyə bərabərdir. Elə ayəni də deyim, xütbəmizi bitirək. Maidə surəsinin 33-cü ayəsində uca Rəbbimiz buyurur ki, İnnəmə cəzaullazina yuharibunəllaha və rasuləh. Allah və onun rəsulü ilə müharibəyə girişənlərin cəzası və yəs'avna fil ardı fəsada, həmçinin yer üzündə fitnə fəsad törədənlərin cəzası ən yuqattalu əv yusallabu əv tuqatta'a əydihim və ərculuhum min xilaf. Onların əl qolunun kəsilməsi, ayənin sonunda buyurur ki, həm dünyada və həm də axirətdə şiddətli əzabla cəzalandırılması gözlənilir. Yəni bu və digər bu kimi ayələr onu göstərir ki, Peyğəmbər salawatullahın əhl-i beytinə dəyər vermək, onlara məhəbbət göstərmək, onların ehtiramını saxlamaq bizə fərz edilmiş bir hökmdür. Bu hökmdən boyun qaçırmaq ayə və sünnə yolu ilə nəql olunmuş, nazil olmuş ayə və hədislərdə göstərilir ki, mümkünsüzdür və buna görə də uca Rəbbimizi and verək öz izzəti cəlalına xatir bizi dünyada əhl-i beytin məhəbbətindən, axirətdə isə şəfaətindən binəsib etməsin. Xanım Fatimənin bugün şəhadət günləridir. Allahı and verək o xanımın şəhadətinə, o xanımın fəzilətinə xatir bizi dünyada əhl-i beytin ziyarətindən də binəsib etməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Salavat. Allahümmə salli Muhammed.